Recording. Deməli, salam Murad, necəsən? Salam, çox sağ ol, yaxşıyam, sən necəsən? Çox sağ ol. Deməli, bu günlər PHP intervyu eləyəcəyik sənə, amma təbii ki, buna Laravel daxil deyil. Laravel növbəti inşallah intervyuda olacaq. Hı hı. Birinci gəl səni tanıyaq. Kimsən, harda oxuyursan, oxumursan və yaxud da Mənim tam adım Murad Qəhrəmanov. Belə bakalavr, magistr illərimi Fransa Azərbaycan Universitetində bitirmişəm. Hal-hazırda doktorantura oxuyuram. Geologiya və Geofizika İnstitutunda eyni zamanda orada da işləyirəm. Paralel olaraq həmçinin proqramlaşdırma ilə də məşğul olmağı seçmişəm. Ona görə bu sahədə də özümü təkmilləşdirməyi düşünürəm və işin içindəyəm. okey, əla. Onda keçək texniki suallara. Texniki suallara başlamaq istəyirəm ümumiyyətlə birinci HTTP ilə. Ümumiyyətlə HTTP haqqında mənə nə deyə bilərsən? HTTP Hypertext Transfer protokolu açılışı. Bu elə bir protokoldur ki, yəni web brauzerlə belə deyək də backend arasında əlaqə qurur. Bir sözlə, yəni bütün bizim bu açdığımız saytlar və s. bu protokol vasitəsilə işə düşür deyə bilərik. HTTP-nin bəzi növləri var. Məsələn, əsas məşhur olanlar PostGet-dir. Bundan əlavə olaraq patch, bir şey update eləmək deyə Metodlar, bilərik. okey, yes. Metodlar. Sonra delete var. Amma əsas yəni get postdan bəhs edə bilərəm ki, bunlar datanı göndərmək üçün istifadə olunur backenddə. Bunların fərqlərinə gəlsək də, biz datanı getdə link vasitəsilə göndəririk. Yəni o belə deyim, bəzi şeylərə görə çox avantajlı deyil. Məsələn, necə deyim, böyük danlar göndərmək olmur, fayl göndərmək olmur onun vasitəsilə. Okey, E, əla. Amma postda, məsələn, postun bytesi olur, biz ondan böyük fayllar göndərə bilirik. Daha güvənli olur, çünki backenddə gedir proses, yəni linkdə biz onu belə deyim də, linklə göndərmirik getdəki kimi. Ona görə Okey. post Bəs daha çox yaxşı, deyirsən daha güvənli olur. Body'də data göndərmək, nəinki linkdə. Onun tam olaraq səbəbini izah edə bilərsən? e, səbəbi, yəni ki, biz onu arxa fonda kodda artıq həll edirik də, yəni cookie-də olmur o artıq, bir növ Yox, session. yox. E, SSL olan yerlərdə body Hə, şifrlənərək, SSL bəli, şifrlənmə, belə deyək, o bəli, şifrlənərək SSL olan vasitəsilə, yerlər. müəyyən alqoritmlər vasitəsilə o şifrlənərək gedir. Okey, Ona görə əslində mən verəcəyim sualların hamısına cavab verdin. Get nədir, post nədir, fərqləri nədir? Əslində dedin, əlasan. Bəs yaxşı bir dənə sadə bir sual verim. Gündəlik Liboy saytlara girirsən, açılan saytlar hansı sorğu ilə açılır? Metodla, hansı metodla? Getlə yoxsa postla? getmə, yəni linki yazdığımız üçün get. Yəni bəli, ekran səhifəyə data gəlməsi üçün get request ilə Hı hı. açılır. Okey. Bir az prosta səhvən dedin ki, get ilə postu backend data şey eləmək üçündür, yəni. Ümumiyyətlə göndərmək üçündür dedin, amma əldə etmək üçündür datanı. Datanı əldə etmək üçün, Bəli, yəni belə deyim bəli. də front göndərir, əldə eləyir sonra get və postla. Amma backend isə hə, ona sorğu gəlir, o sorğunu tutması üçündür. Okey. Hı hı. HTTP-dən okey bu qədər, əslində kifayətdir. Keçək PHP suallarına. Ümumiyyətlə belə izah eləyim də sənə. Backend-də belə bir şey var. Interpreter və compiler dilləri var. Hı hı. Bunların ümumiyyətlə fərqi nədir? Hansı dillər buna aiddir? Məsələn, bu haqqda məlumatın var? Interpreter dillərə, məsələn, PHP, məsələn, PHP onlardan biridir ki, interpreterdir, JavaScript, nümunə göstərmək olar. Compiler dillərə Java, C Sharp bunları demək Okey. olar. Bəs E, fərqləri nədir ümumiyyətlə? Fərqləri odur ki, compiler dillər daha belə deyim, o sürətli işləyir. Onun birinci düzdür. Yəni interpreter, daha doğrusu birinci interpreter deyim, sətir-sətir kodu belə deyim, oxuyur və bir dəfəlik elə bil ki, bütün proseduru eləyir. Amma compilerdə isə biz onu birinci compile edib elə bil maşın dilinə çevirib kodu sonra işlədirik. Amma
belə deyim də, sürət baxımından compiler dillər daha sürətli icra olunur. Okay. Bir sual verim PHP-dən. Echo və print var. Bunlar Hı hı. nədir və fərqləri nədir? Echo və print bunlar ekrana belə deyim də, hər hansı bir şeyi, parametrləri gətirmək üçün, çap etmək üçün istifadə olunan açar sözlərdir, keywordlərdir. Fərqi də odur ki, biz print R vasitəsilə arrayləri də artıq ekrana gətirə bilirik. Bu Echo-da mümkün deyil. Okay. Belə soruşum. PHP-də Echo-da bir dənə elə bil ki, arrayin hər hansısa bir elementini gətirə bilərik. Bütün arrayi yox. array-in hər hansı bir elementi, nə tip elementi məsələn? Çünki array-in elementi array də ola bilər. Hə, array ola bilər. Bəli, biraz tam cavab vermədim. Məsələn, içində integerlər və s. belə də Okay. stringlər isə o Array, halda gəlir. array olmayan elementlərini. Olmayan. Aha. Okay, PHP-də hansı data tipləri tanıyırsan? PHP-də integer, float, double, string, sonra var, yəni artı var, biraz ağlıma gəlmir. Okay, bəs yaxşı belə deyim sənə. OOP-də ən vacib bir şey var. Obyekt ömrü proqramlaşdırmada. Obyekt, hə, obyekt Class. Class. Aha. Okay, onlar da bir data tipdir. Əlasan. Tamam, belə sual verim. Constant və variable var. Bu bir-birinə fərqi nədir və PHP-də necə yaradılır bunlar? Constant, hə, variable odur ki, biz onu belə deyək də declare eləyəndən sonra, təyin eləyəndən sonra istədiyimiz vaxt dəyişə bilirik. Amma constant, məsələn, onu define keyword ilə PHP-də veririk və onu sonra dəyişmək olmur. Və adətən içindəki, belə deyim də, konstantlar böyük hərflə yazılır, bu belə qəbul olunur. Amma təbii ki, balaca hərflərdə yaza bilər. Bəs yaxşı, elə buna toxundum, qəşəng bir sual verim. Variable-ın yaradılma qaydaları, yəni adlandırma qaydaları necə olur? Hə, və deməli, iki cür, birinci bundan başlayayım, camel case, snake case deyə biz bunu adlandıra bilərik. Camel case o idi ki, yəni dəvətdə mənası, yəni birinci balaca hərflə başlayır. Tutaq iki söz varsa, iki sözlü parametrdirsə, məsələn, birinci söz balaca hərflə başlayır, artıq ikinci söz ona bitişik və böyük hərflə davam edir. Hə, snake case isə adi bildiyimiz hamısı balaca hərflə olur, ancaq altdan xəttlə ayrılır bir-biri ilə. Əslində sual verdiyim ondan ibarət idi ki, məsələn, variable adı rəqəmlə başlaya bilər məsələn? Ha, yox. Başlayamaz. Okay, bəs altdan xəttlə başlaya bilər? Altdan xəttlə əslində funksiyaların başlandığı olur. Sən altdan xətt construct. Yox, funksiya demirəm, variable-dan danışıram. Variable yox. Bəs bizdə şeylər var idi, doğrat xətt, post və s. onlar necə yaradılır? Deməli, onlar başlaya bilirsə, biz də başlaya bilərik. Hə, tamam, bəli. Okay, bəs yaxşı, PHP-də variable case sensitive-dir yoxsa yox? Case sensitive-dir. Ümumiyyətlə PHP case sensitive-dir. Okay. String yaratmağın yolları var ki, cüt dırnaq, bir də tək dırnaq, düzdür? Bunların fərqləri nədir? Cüt dırnaq odur ki, biz onun içində məsələn variable yazanda o artıq onu oxuya bilir, gedir onun dəyərini görür. Yerdə qalan simvollar isə adi söz kimi görür. Amma tək dırnaqda artıq onu yoxlamır. Ancaq simvolları çıxardır. Bizdə bir array var. Array-in içindəki elementlərin sayını necə taparsan? Count funksiyası. Okay, əlasan. Bəs yaxşı, array-in hər hansısa bir indeksini silmək istəsən, məsələn, ikinci indeksini silmək istəsən, onun üçün necə silərsən array-in indeksini? Onun set səhvlənmirəm funksiyası var idi. Okay. Bir də conditionlarımız var, bizim if-lər və s. və yaxud da hər hansı bir condition. Bu conditiondan bir-birinə bərabərliyini yoxlamaq üçün 2 bərabər var, 3 bərabər var. Bunların fərqləri? 2 bərabərdir, sadəcə olaraq onların dəyərlərini yoxlayır, belə deyim də. Nümunə üzərindən versən, məsələn, true da bizə 1 verir, adi rəqəm də 1. Onlar ikisi bir-birinə bərabər olsa artıq bu şərtə girmiş olacaq. Amma biz 3 bərabər qoysaq, o təkcə onların dəyərlərini yox, həmçinin tiplərinin də müqayisəsinə baxacaq. Görəcək bu true-dur, bu amma ayrı integer. Onda o şey girmir o. True vermir, belə deyək. PHP-də super globals deyə bir şey var. Bunlar, məsələn,
Birini mən deyim, qalanlar səndən. Dollar atqat post məsələn. Aha, hə, Başqa yəni hansı super qlobalslar var? altdan xətt, dollar altdan xətt session, dollar Okay. altdan xətt get, sonra dollar altdan xətt cookie, e, başqa hə, altdan xətt request var idi. Okay. Başqa? E, Bir də baş məsələn, istifadəçinin açdığı səhifənin linkini məsələn hardan götürə bilərik? linki. Məsələn, istifadəçinin açdığı linki və s. brauzer haqqında məlumat. Dollar atqat serveri var idi. Ha, server, hə. Oh, yes. Onu request-lə bir anlıq server çağırdıq, request onun içində. Okay. İndi belə bir sual verim. Məsələn, array-in bir indeksinə çatmaq istəyirsən. O array-in indeksi ola da bilər, olmaya da bilər. Məsələn, dollar person'un içindəki neyimə çatmaq istəyirsən, ola da bilər, olmaya da bilər. Sən bundan qaçınmaq üçün, yəni undefined array key-dən qaçınmaq üçün nə yolları əl ata bilərsən? Undefined array key, hə. O yəni ki, artıq bir şey də olur da, necə deyim, o heç normalda array-i biz düzəldəndə onun indeksləri rəqəm şəklində düzəlir, amma key ilə verdiyimizdə artıq o key istədiyimiz formada edə Yox, bilərik. bildim. İndi məsələn, gəl belə nümunə çəkim də. Məsələn, dollar atqatı postdan bizə nə gəlir? Məsələn, tutaq ki, name gəlir. İndi o gələ də bilər, gəlməyə də bilər. Mən bu undefined array key atmasın deyə necə eləyə bilərəm ki, atmasın bu? Ha, sən bunu bilmədim. Bax, müxtəlif yolları var. Birinci yol odur ki, 2 sual qoyub, məsələn, Hə, ondan gedir söhbət. Deyiləndə yadıma düşdü. Hə, 2 sual oldu ki, məsələn, null-dırsa əgər, hə, yaxud və da undefined-sə, təyin olunmayıbsa. təyin olunmayıbsa, hə, o halda məsələn biz onu düyməyə basanda və ya submit düyməsinə məsələn basırıqsa, hə, girovda bunun içindəki Okay. əməliyyatları icra. Bəs yaxşı ki, ümumiyyətlə belə deyim də, undefined array-dən qaçınmanın bir yolu 2 sualdır. Bəs başqa yol yadında varmı? Hə, set funksiyası ilə Set, də onu okay, o ilə də yoxlaya bilərik. Əla, okay, if açıb. Deməli bilirsən, əladır. Gəldik indi nəyə? Bir faylın içindən digər PSP faylı yükləmək üçün nədən istifadə edə bilərsən? Require var, include var, bunların vansları var, altdan xətt. Əlasan, super, okay. Bəs yaxşı bir sual verim qısa. Birinci, ümumiyyətlə include-la include once-ın fərqi nədir, yəni? Biz include elədiksə, ondan sonra ola bilər ki, məsələn, biz bu faylı bir başqa developerə vermişik, o da hansısa gəldi sətirdə include elədi bizdən xəbərsiz olaraq. Bu normalda gedib həminki birinci PHP faylını yenə çağıracaq da, belə deyim, 2 dənə fayl yüklənmiş olur. Once ona imkan verir ki, biz elə bir uyarır, xəbərdarlıq edir ki, yəni bir dənə ucu yüklənib də, ikincisini görməzdən gəlir. Xəbərdarlıq eləyirdi, sən necə eləyir o xəbərdarlığı? Xəbərdarlıq eləmir əslində, yəni neçə dənə yazılıbsa, o artıq bir dənəsi. Hə, bu düz cavabdır, əlasan. Okay, indi once-ların mənasını tam aydın şəkildə izah elədim. Bəs yaxşı, require-la include-un nə fərqi var? Require artıq mütləq gəlməlidir. Okay. Amma include-da isə bu optionaldır, yəni ki, necə deyim? Yəni require daha şeydir, kəskin formada. Okay, bildim. Tam izahı lazım idi mənə. Yəni bu qədər deyəcəyim. Okay, belə izah eləyim. Include hər hansı bir faylı tapmayanda warning atır bizə, amma skripti oxumağa davam edir. Amma require o faylı tapa bilməsə, ümumiyyətlə skripti dayandırır. O artıq burasını oxumuş, orada dayanır. Okay, belə sual verim. Bir stringim var. Bu stringi parçalamaq istəyirəm, array formasına almaq istəyirəm. Məsələn, salam, mənim adım Şahmardır da, boşluqlarla yazmışam. Məsələn, mən bunu necə parçalayıb array ataram hər sözü? Boşluğa görə. Explode funksiyası ilə. Explode, okay, əlasan. Bəs yaxşı, bunun tərsi var idi. Məsələn, array-in var, içində çoxlu yazılar var. Bunu birləşdirib stringə çevirmək istəyirəm. Bu da implode. Okay, deməli PHP-də hazır funksiyalardan da xəbərdarsan. Əla. Yaxşı, belə bir sual verim. Bizdə bir array var. Array-in tamamilə özünü stringə çevirmək istəyirəm. Elə özünü promoya, array tipini stringə çevirmək istəyirəm.
Hə, JSON. JSON-dan. E, Əla, aha. süpersən. Tamam, cavabımı aldım və JSON-dan da xəbərim var. İndi mənə izah elə ki, session nədir, cookie nədir və fərqləri nədir ümumiyyətlə? Biz sessionu start eləyirik və session elə bir şeydir ki, o saytda elə bil ki, məxfi informasiyaların gedib backenddə elə bil ki, yadda qaldığı bir yerdir. Orada daha belə deyək də məxfi informasiyalar qalır, parol kimi. Yəni digər bütün istifadəçilərin görmədiyi şeylər, ancaq məsələn mənə məxsus olan Okay, şeylər. harda saxlanılır dedin? Bu sessionda. Yox, session harda saxlanılır? Server Server saytda. tərəfdə. Okay, əlasan. İndi keçdik cookie-yə. Hə, cookie elədir ki, məsələn biz girdik, adətən sayta girəndə qarşımıza çıxır, cookieləri aksept edirik. Yəni o çox vacib bir şey deyil. Məsələn, saytın dark modda, nə bilim, light modda olmasını falan onu da Okay, belə. bu da bir Yəni yadda. onu başqaları da görsə problem olmur və biz onu hətta inspektə girib özümüz mausa sağ kliq, yəni də sağ klik edib delete edə bilirik. Okay, əlasan. Okay, əla. Yəni data saxlamaq üçündür və vacib olmayan dataları server yox, client saytda saxlamaqdır. Aha. Bir də var bizdə local storage, bilməm görmüsənmi orada. Bir də session storage. Bu haqqda məlumatın yoxdur. Lokal yox. Yəni session belə deyə bilərəm ki, bir müddətdən sonra oradan informasiyalar silinir. Yox, belə izah eləyim. Chrome-un özündə, Chrome deməyim, brauzerlərin özündə bir də cookie-dən əlavə local storage və session storage var, hansı ki, Promoy brauzer daxilindədir. Yəni local storage ömürlük qalır brauzer daxilində, yəni siz silənə qədər. Amma orada session storage isə Chrome-u bağlayan kimi gedir ümumiyyətlə, yəni sırf brauzer daxilində bir şeydir. Tamam. Məncə PHP-dən bu qədər sual kifayətdir, yəni core hissəsindən. Keçək indi obyekt önümlü proqramlaşdırma hissəsinə. Ümumiyyətlə obyekt önümlü proqramlaşdırmada yəni klass var. Bir də klassın daxilində nələr olur yəni? Sən əsasən nə görmüsən? Klassın daxilində metodlar, propertilər, yəni property dediyimiz bildiyimiz dəyişənlərdir, metodlar, funksiyalardır, sadəcə olaraq klassın içində daxil. Okay, bəs yaxşı access modifierlər hansılardır? Bizim 3 access modifierimiz var. Public, protected, bir də private. Aha, private. Yes. Bunlar izahı lazımdırsa, public şeydir ki, biz onu yaradırıq və o hər yerdən əl çatan olur. Klassın daxilində də, klassın çölündə də biz onu gəlib o belə deyim də property metodsa, metoddan istifadə edə bilirik. Private isə ancaq o klass daxilinə aiddir və protected isə o klassa və miras alınan klassda biz onu işlədə bilirik. Düzdür. Okay, çox belə dərinə getmədən birinci soruşum ki, ümumiyyətlə OP-nin prinsipləri var, hansı ki, bu prinsiplər 4 dənədir. Bəs bunlar hansılar olduğunu bilirsən? Aha, deməli birincisi encapsulation idi, sonra polymorfizm, inheritance, miras alma, bir də abstraction. Okay, əlasan. İndi birazdan bunlara değinərik. İndi dedin ki, belə bir şey ki, private-a heç yerdən əl çatmaq olmur və dedin ki, ancaq klass daxilində əl çatmaq olur. Sən indi bir qəşəng məntiqi sual verim. Tutaq mən bir property yaratmışam klass daxilində, name propertysi məsələn. Və bu name propertysini götürdüm, private elədim. İndi mən bu klassın çölündə bu name propertysinə çatmaq istəyirəm, amma private-a çata bilmirəm. Bunun üçün nə edə bilərsən? Yəni təbii ki, o access modifieri dəyişmədən. Aha, dəyişmədən bu həminki klassın içində bir metod açaram, public. Yəni o metodun içində artıq o private-i çağırıb, private parametri, daha doğrusu property-ni çağırıb orada public edəndən sonra artıq elə bir ki, çölə vermək olur. Okay, metod yaradarsan public və return edərsən property. Return, aha. Okay, əla. Bəs yaxşı, bunun adı nə gedir ümumiyyətlə? Hə, burada şərtlər qoya bilirik və s. Buna encapsulation deyilir. Əlasan, şərtlər qoya bilirik. Encapsulation məqsədini soruşdum. Bəs yaxşı, tutaq klassın çölündə bunun dəyərini dəyişmək istəsəm nə edərəm? Klassın çölündə Property-nin dəyərini dəyişmək istəyirəm. Hə, property-nin onda heç nə this yazaraq harda?
Hə, birinci new edirik, təbii ki, onun şablonu, şablon deyirəm, daha doğrusu obyektini və yaxud instansını yaradırıq. Ondan sonra, o instans yaradandan sonra artıq o parametrlərə biz this açar sözü vasitəsilə dəyişikliklər edə bilirik və yaxud bir, necə deyim, dəyər verə bilirik, göndərə bilirik. Bax, sualım belədir ki, disə indi gələcəm. Sualım budur ki, property var, private. Klassın çölündə private property-nin dəyərini dəyişmək istəyirəm. Əldə etməyi dedin. Hı -hı. İndi dəyərini dəyişmək istəyirəm, amma klassın çölündə. Hə, Amma bu çölündə. private olduğu üçün mən buna əl çata bilmirəm axı. Aha. Bunu mən necə edeyim ki, şeydə, yəni klassın çölündə dəyərini dəyişim. Onu təzədən konstruktda göndərmək. Okay, yəni bu ola bilər, konstruktda göndərə bilər. Bəs konstrukt yox, sonradan dəyişmək istəsəm. Bu Sonradan. encapsulation dedin. Bəs encapsulationdan istifadə edə bilməzsən burada da. Hə, orada da şərt qoyaraq. Yox, yəni bir public metod yaradarsan, bu dəyəri göndərərsən metoda və bunun dəyərini dəyişərsən içində. Hə, eyni qayda. Bəli, eyni qayda ilə sadəcə burada deyə bilərsən ki, $this ilə dəyərini dəyişə bilərsən. Okay. Yaxşı, soruşum səndən $this nədir ümumiyyətlə? $this elə bir klass daxilindəki parametrə, propertiyə çatmaq üçün. Ayarlasan, super, okay, bilirsən. Doğru. Okay, bu sual Non-statik üçün. Aha. Non-statik, əla, super. Heç qəşəng bu sual yadımdan çıxmışdı. Statik və non-statikin fərqi nədir? Statik parametrlər olar ki, biz onları elə bil ki, onlar həmişə yaddaşda yer tuturlar və biz o parametrlərdən istifadə etmək üçün obyekt və instans yaratmaq məcburiyyətində deyilik. İstədiyimiz an onlara çata bilirik. Ona da self keyword ilə, self 2.2. Yəni PHP-də belə. Self-i harda istifadə edərək statika çatırıq? Klass içində yoxsa klass çölündə? İçində də olur, çölündə də. İçində məsələn metodun içində məsələn self 2. qoyub. Bəs klass çölündə necə çatırıq statik property-yə? Orada klassın adını yazıb 2 nöqtə qoyub sonra. Bəli. Yəni self-dən istifadə etmirik klass çölündə. Aha. Okay, self keyword-unu da əslində qəşəng izah elədin. Bəs yaxşı. Mən bir klass daxilində constant yaratsam, bunu necə əldə edərəm? Constant, o da adi parametrdir, yəni eyni qaydada. Hansı qaydada? Constantsa this-lə. Yox. Yəni belə izah edeyim də, sənin işlətdiyin belə bir klass var, PDO klassı. Məsələn, PDO klassının içində bir constant var, məsələn, fetch assoc var, məsələn. Ona necə çatırsan? Bunu PDO 2.2. fetch assoc yazırdıq, yadındadır. Hə. Bax, məsələn, fetch assocda bir constant əslində, məsələn. Məsələn, o ilə o cürünə çata bilərsən, yəni 2.2. Yəni eyni statiklə eyni qaydada çatırsan konstanta. Sualım buydu yəni. Okay, düzdür, vacib bir sual deyildi. Keçdik indi obyektin yaradılmasına. Bir klass yaratdın, indi klassın obyektini və yaxud instansını yaratmaq üçün nə edirsən? Yeni bir parametr yaratırıq. Məsələn, o dollar nəsə bərabərdir, artıq onu new etmək lazımdır. New etmək, əlasan. Bəs yaxşı, klassı new edəndə ilk nə işə düşür? İlk bir metod işə düşür. Metodun adı konstruktor metodudur. Əla, konstruktor işə düşür. Bəs bu konstruktorun məqsədi nədir ümumiyyətlə? Yəni hara vardı işlətmisən indiyə qədər? Konstruktor elə new edən zaman biz onun içinə mötərizədə bir parametr göndəririk. O parametr gedir eləməz konstruktorda işə düşür. Yəni ki Okay, property göndərmək üçün. Bəs yaxşı, bu propertyləri nə məqsədə göndərirsən? Necə? Bu deyirsən ki, parametrlər göndərirəm. Nə yəni şeydir, konstruktda? Nə məqsədə göndərirsən bunları? Onu göndəririk ki, məsələn, biz orada parametrlər vermişik, amma define eləmişik, amma bir dəyər verməmişik də. O artıq ki, onlara dəyər verir, belə deyim. Bəli. Yəni bu klassın işləməsi üçün lazım olan metod, propertyləri göndərmək üçün. Okay.
Bəs yaxşı, belə bir sual verim. Bir klass digər klassdan miras alır. Bunun adı inheritance-dır. Aha. Nə deyə bilərsən bu haqqda? Hə, orada extends keywordündən burada istifadə edirik miras alması üçün. Bu ona imkan verir ki, yəni bu yeni yaratdığımız klassın içində yazılanlar plusda gedir o hansı klassdan ki miras alırıq, onun da içi gəlir elə bil ki, bundan bir yerdə işləyir. Belə deyim. İkisi birləşir sanki miras Okey, alır. birləşir. Bəs Aha. yaxşı, bir klass miras aldığı klassın ancaq hansı access modifierində olan property və metodlarını görür? Yəni təbii ki, private-ə çatanmır, Okey. digərlərinə çatır. Ha, public. Əlasan. Bəs yaxşı, mən iki tərəfdə də, yəni həm öz klassımda, həm də miras aldığım klassda dəyər var. Məsələn, sırf yuxarıdakı dəyərə çatmaq üçün hansı Hə, orada parent açar kimi bir sözündən keyword. istifadə? Okey. Yaxşı, belə bir çətinləşdirim sualı. Sənin də konstruktun var klassının. Miras aldığın klassında konstruktı var və propertiləri gözləyir. Bu zaman öz konstruktunda nə edərsən? Hə, onları hə, iç-içə birinci hansı işə düşür onu bilməliyik də. Miras alınan birinci. Yox, sualım odur ki, bax, Aha. sənin parent'ının konstruktunda propertilər gözləyir. Sən öz Aha. klassında da ki, custom constructor yazmısan. İndi bu obyektin düzgün yaranması üçün nə etməlisən? Parent'ının konstruktorunu çağırmalısan. Öz konstruktorun içində. Bəli, bəli. Hə, onu çağırmasaq olur. Hə, çünki o bizdən propertilər gözləyir ki, yəni bu özü avtomatik yarana bilmir, propertilər var. Biz mütləqdir ki, öz konstruktorumuzu default yazmışıqsa, parent'ına konstruktorunu yazıb onu çağırmalıyıq ki, propertləri göndərə bilək. Okey, belə bir sual verim. Biz miras aldıq. Miras aldığımızda bir metod var. O metodu təzədən öz klassımızda da yazdıq. Bunun adı nə gedir? Bu override. Okey, əlasan, override gedir. Əla. Bəs yaxşı, bir klass digər klassına neçə səviyyə miras ala bilər? Cəmi bir dəfə. Yəni Okey. artıq. İnterfeys deyə bir PHP-də anlayış var. Aha, interface belə deyim, yəni ki, biz onu da implements keyword ilə klassın belə deyək də yanında yazırıq və çağırırıq. Interface odur ki, onun içində metodlar təyin olunur, amma o metodların başçısı olmur. Biz onu mütləq şəkildə o implement elədiyimiz klassın içində qeyd eləməliyik o məntiqini. Yes. Interface implement eləyəndə o metodlarını nə edirik biz? Mütləq şəkildə, yəni tələb olunur. Bildim. Override edirik yəni. Override üstünə. Okey. Bu da əla, okeydir. Bəs yaxşı, belə bir sual verim. Interfeys ümumiyyətlə nələrdə istifadə olunur? Yəni niyə qədər harda işlətmisən? Interface məsələn mütləq şəkildə belə deyim də biz interfeyssiz də əslində yaza bilərik sadəcə olaraq metodları yazaraq. Amma interfeys bizə elə bil ki, orada gözətçi kimi durub elə bir imkan yaradır ki, yadınıza salır ki, sən mütləq şəkildə bu parametrləri işlətməlisən. Bəs yaxşı, bunu bildim. İşlənmə yeri haradır? İşlənmə yeri. İnterfeysi, yəni hər hansı, abstrakt klassda məsələn. Belə izah edeyim. Məsələn, solid deyə bir şey var, hansı ki gələcəm ora. Solidin bir dənə prinsipi var, dependency inversion məsələn. Orada. Məsələn, orada istifadə edirik, amma necə istifadə edirik? Yəni ki, burada implement elədiyimiz zaman biz əvvəla bir neçə interfeysi implement eləyə bilirik. Bu bizə rahatlıq yaradır. Çünki extend eləmək biraz çətin bir prosesdir. Çünki biz extend-i bir dəfə eləyə bilirik. Implement icazə verir ki, biz çətin yox, bahalı bir prosesdir. Bahalı bir proses. Implement bizə imkan yaradır ki, biz ondan daha rahat və daha strukturlu və belə deyim də dizayn
Okay. patternə uyan bir. Bax belə izah eləyim. Bir metodumuz var. Bu metodumuz bizdən konkret bir klass tələb eləyə bilər. Bu bizdə o klassdan asılılığı yaradır. Amma bir də var ki, mən ora interface istəyirəm. Aha. Interface tipində bir property istəyirəm, klass tipində yox. Və artıq hər hansı bir Liboy klass o interfacedən implement eləyibsə, biz ora o klassı göndərə bilərik. Yəni biz konkret bir klassdan asılı qalmırıq. Hər hansı bir klass interface implement elədisə, biz onu ora göndərə bilərik. Yəni interface bu cür şeylərdə lazım olur bizə. Okay. İndi keçdik trait-ə. Trait nədir? Trait də yəni bildiyim ancaq PHP-yə məxsus olan bir açar sözdür. Yəni bildiyimiz klassdır. Lakin o bizə imkan verir ki, use açar sözündən istifadə edərək daha çox miraslar ala bilək. Okay, əla. Bəs yaxşı. Belə suallar verim artıq keçək şeyə, PHP-dən, OP-dən daha doğrusu. Sənin ümumiyyətlə dizayn patternlərinin anlayışın varmı? Dizayn, məsələn, nümunə kimi singleton. Okay, singleton nədir məsələn? Singleton belə deyim, məsələn, database falan yaradarkən istifadə olunur. Tək bunda yox, təbii ki, başqa şeylərdə də istifadə olunur. Biz bilirik ki, bütün istifadəçilər sadəcə olaraq bir database-ə, yəni qoşulması, bir dəfə qoşulması bəs eləyir. Onu pis halda yazmaq odur ki, hər yeni bir istifadəçi gəlib ona qoşulanda yeni bir belə deyim, obyekt elə bir orada yaranır, yəni yüklənmə gedir. Amma singleton bizə imkan verir ki, gəlib bir dənə if şərti qoyuruq. Əgər varsa database, yəni ki, artıq yaratma, yoxdursa yarat. Yəni bir dənə database yaranır və bu hamıya qulluq edir. Okay. Yaxşı, gəl belə bir sual verim. Singleton tətbiq eləyəndə sən istəyirsən ki, başqaları bir obyekt yaratmasın hər dəfə. Bir klassın obyektinin yaranmaması üçün hansı addım atarsan? Ya bir obyekt yadına sal ki, bir klassın obyekti yarananda nə işə düşür ilk dəfə? Konstruktor. Okay. Konstruktda nə edərsən ki, obyekt yarananı bilməsin çöldən? Konstruktor. Construct'ı private yazsan. Private, bəli. Deməli nə olur? Construct private olanda artıq klassı new eləyə Ondan bilməyəcək. çata bilmir. Klassı ümumiyyətlə new eləyə bilməyəcək. Və biz bir dənə static property metod yaradıb o ilə instance yarada bilərik öz içindən. Okay, başqa dizayn patternini tanıyırsan? Başqa, məsələn, builder. Okay, builderin məqsədi nədir? Builder bizə imkan verir ki, məsələn, biz həmişə yeni bir obyekt və yaxud instans yaradanda onun içində tələb olunan konstruktora göndərilməsi gərəkən bütün parametrləri elə bil ki, məcburi qeyd etməliyik. Amma builder bizə imkan yaradır ki, biz onun içində məsələn bəlkə ikisini göndərmək istəyirik və ya üçünü göndərmək istəyirik. Yəni daha belə deyim də rahat bir necə deyim? Düzdür. Başa düşdüm nə deməksə. Step by step obyekti create eləmək üçün istifadə olunur. Okay. Solid prinsipləri haqqında ümumiyyətlə deyə bilərsən nəsə? Solid elə bil ki, Solidin 5, yəni hər hərfi bir prinsip ifadə edir. Solid məsələn hamısı haqqında danışası olsaq, birinci single, adı single responsive. O idi ki, yəni hər bir klass elə bil ki, ayrı-ayrılıqda bir işə qulluq eləməlidir. Biz durub məsəl üçün də biri bir blok tutaq ki, SQL-də tutaq blok cədvəlinə aidsə, biz durub onu başqası ilə qata bilmərik, nə bilim, digər tutaq ki də. Okay, yəni hər klassın öz məsuliyyəti var, yəni bir klassın işini o birisinə qatmaq olmaz. Sonra open close gəlir, ikincisi o hərfinə aiddir. Open close odur ki, biz elə yazmalıyıq ki, kodu, o koda məsələn əlavə bir şey gətirsək, o kod öz, belə deyim də, unikliyini qoruyub saxlaya bilsin. Durub bir də o kodu dəyişmə ehtiyacında biz özümüzü hiss eləmirik. O məsələn if-else qoymaq bu düzgün deyil. Biz elə bir şey yaratmalıyıq ki, interfeyslərdən falan istifadə edək. Okay, köklü dəyişikliklərə bağlı eləməliyik, amma genişlənə bilən olmalıdır. Genişlənə bilər.
Sonra ev var, o Liskovun adındandır. Mhm. E, Liskovda da elə idi ki, yəni Liskov, sonra da interface aggregation. Bu aslında bir-birinə oxşuyurdu. E, Interface Orada da segregation. əslində onlar elə bil ki, bir-birinə qatışmamalıdır. Yəni onlar da tələb edirdi ki, biri interfeysi, o birisi klassı, yəni bir-birinə strukturlu şəkildə yazmağı tələb edirdilər. Okay. Yəni belə izah edeyim Liskovla interface segregationu. Birinci Liskovdan başlasaq, biz abstrakt klassa sual vermədim sənə. Eyb yox, interfeysi izah eləmirsən. Ya belə izah edeyim, abstrakt klassda da abstrakt metodların bodysi olmur. Hər hansısa biri miras alındı, məcburdur ki, o override eləsin həmin metodu. Və Liskovun deyir ki, ona sən abstrakt klassa və yaxud da hər hansısa bir lazımsız metod yazmamalısan. Yəni belə izah edeyim. Sənin bicycle deyə bir klassın Aha, varsa, ora yəni durub kodlana bilən və yaxud da nə bilim lazımsız metodları yazmamalısan. Məsələn bir BMW klassı düzəldib, məsəl üçün də biz orada gedib elə bir interfeys çağıra bilərik ki, o interfeysdə tutaq ki, nə bilim pedal çevirmək olsun və s. Yəni sürmək tutaq interfeysi. Okay. Amma orada biz bilirik axı BMW-də yəni pedal çevirmək yoxdur, ancaq məsələn maşına aid olan xüsusiyyətlər var. Ona görə yəni bunlar tələb eləyir ki, bizdən həm interfeysi, həm klassı strukturlu şəkildə yazaq ki, yəni Həm də istədiyimiz təkcə o da yox. Məsələn, interface segregation məsələn tələb edir ki, bütün metodları bir dənə interfeysin içində yazmayasan, interface segregationda. Onu lazımi şəkildə məqsədinə uyğun böləsən xırda interfeyslərə. Yəni sən dediyin kimi durub bir interfeysin içində hər şeyi yazmaq, pedal çevirməkdən tutmuş kodlamaq, söndürmək hamısı olmamalıdır, yəni. Okay. Səbəbi də ondan ibarətdir ki, bir klass onu implement eləyəndə boş metod qalmasın. Hamısını işlətsin. Aha. Okay, Solid-i düzü tam razı qalmadım cavabından, amma o birisi cavabların okey idi. Obyekt oryentli proqramlaşdırmada düzü yadımdan çıxa bilən sual ola bilər əslində, amma hal-hazırda ağlıma gəlmir. Keçək onda indi bir dənə son bir şey qaldı. Bizdə SQL qaldı. SQL ümumiyyətlə hansı SQL-ləri tanıyırsan, yəni ümumiyyətlə? SQL yəni database management sistemdə, yəni buna belə deyirlər, databaz üzərində əməliyyatlar gedir burada. Bunun bir neçə növləri var, yəni MySQL var, Oracle, nə bilim MariaDB, SQLite, Okay. və s. Yəni uzanır. Belə sual verim. Hansı SQL işlətmisən? MySQL-lə. Yaxşı. MySQL-də hansı data tipləri var? MySQL-də deməli orada date, time, məsələn, adi integer, float, sonra başqa həm boolean, yəni bildiyimiz çoxsu oxşuyur, yəni proqramlaşdırma dilində olan variablelara. Okay, bəs tekstləri hansı data tipində olur? Text area, o da var, char. Okay, var. Bir də var idi başqa. Bir dənə nə var chardan başqa? Var, chardan başqa. Bir də char var idi. Char, char. Var, char. Okay, bəs belə sual verim. Varcharla charın nə fərqi var? Biz varcharda uzunluğunu qeyd eləyəndə artıq mütləq şəkildə o qədər yazmalıyıq. Yox, daha doğrusu tərsinə. Varcharda məsələn yazmışıqsa uzunluğu 255, şərt deyil ki 255-dən olsun. Amma charda isə məsələn yazmışıqsa 7, orada mütləq şəkildə 7 belə deyək, simvoldan istifadə eləməliyik. Bu da hansı hallarda lazım ola bilər? Konkret olan şeylərdə, məsələn fin kod kimi. Okay, bəs yaxşı belə izah edeyim. Sən deyirsən mütləq şəkildə. Məsələn mən yaratdım char 7, mən sonra ASD yazdım. Bu error atacaq mənə deyirsən yəni? Aha, yəni ki 7 tələb edir. Error atmayacaq. ASD yazsam ASD-ni qəbul edəcək. Prosta arxada 7 yer tutacaq. 7 yer tutacaq, bəli. Okay. Yəni mütləq şəkildə məndən tələb eləmir, amma təbii ki 7 yazmışıqsa 7-li bir şey əlavə eləməyin
düzgündür. Fin kod məsələn. Okay, məsələn, bunun nə avantajı var? Məsələn, mən finə varchar 7-də yaza bilərəm, char 7-də yaza bilərəm. Char bizə artıq bir növ şey barədə, tez işləmə barədə kömək edir də, yəni yoxlamır ki, görün bu neçə simvol yazdı, o nə Sürətli qədər filtr axtarış. sürət. Aha. Okay, belə sual verim. Bizim SQL-də joinlər var. Nədir bu joinlər? Joinlər table'ları bir-birinə belə deyək, calamaq üçün istifadə olunan açar sözlərdir. Left join var, right join var, yəni adi join və yaxud da inner join dediyimiz o var. Bunların fərqinə gəlsək, join iki table-ı biz bir-birinə join eləyiriksə, o baxır ki, hər ikisində və baxır nəyə görə join elədi əvvəla, yəni birinin ID-sini digərinin başqa bir belə deyək də column name-nə əsasən biz onları join edirik və baxır ki, bunların hər ikisinin olduğu, kəsişdiyi dataları gətirir, çıxardır. Amma left join eləsək, məsəl üçün, o birinci table-ın hər datasını çıxardıb, digər table-da gətirib ona qoşacaq. Əgər digər table-da ola bilər ki, bəzi hissələr yazılmayıb, onlar artıq null olaraq çıxacaq bizdə. Amma əmin olacaq ki, birinci table tam hər datası gəlir. SQL-də alias deyə bir anlayış var. Alias qısa yazılış, belə deyək də, məsələn, S keyword-dən istifadə olunur orada. Məsələn, adım, məsələn, Muradı, M olaraq alias eləsəm, mən artıq bundan sonra M yazaraq kodumu davam edə bilərəm, M nöqtə və s. O artıq başa düşəcək kompüter, orada Muraddan söhbət edir. Yəni SQL-də nəyə alias vermək olur? Nələrə alias vermək olur? Table adlarına, sonra column name-lərə. Okay, table adlarına niyə alias verək? O birində öz istifadəmiz üçün yəni yaxşıdır, yəni userlər onu görmür, amma digərində isə belə deyim də, yəni artıq kolumları bir-birinə bağlamaq. Belə izah edim. Kolumları alias verməkdə məqsəd odur ki, birincisi eyni adlı qalım adı varsa qatışmasın. Kəsişməsin. Və bir də ikincisi də istifadə vermək, amma öz xeyrimiz üçün, yəni ki, rahatlığımız üçün. Bəli, table adı vermək öz rahatçılığımız üçündür və bir də qısaltmaq üçün və bir də eyni table-a 2-3 dəfə join atacaq, onları bir-birindən fərqləndirmək üçündür. Fərqləndirmək üçün, aha. Okay, select zamanı, məsələn, bizdə bir var orada tarixlər. Məsələn, date time var. Bu date time istəsək biz ancaq ilini və yaxud ancaq ayını əldə etmək üçün necə select eləyə bilərik? Orada açar sözlər var. Month, year, Okay. sonra Month, year, məsələn, create that column var. Onun year-ını necə əldə eləyərsən? Year funksiya deyək də ona Funksiyadır, year yazıb, mötərizə açıb, artıq o kolumn adını yazsaq, bəli, düzdür. aylar çıxar. Bəs yaxşı, belə izah eləyim, sual verim daha doğrusu, üzrlü say. Bizdə məsələn SQL-də dataları var. Mən istəyirəm ki, ən son yaranmış 3 dənə datanı əldə eləyim. Orada biz order by edib, nəyə əsasən order by? Date time-a əsasən order by. Yaranma tarixinə əsasən, onu order by edirik. Bunun aşağı-yuxarı olması məsələsi var. Axırıncı yaranıbsa axıra düşür. Ona görə də biz onu descending. Okay, order by descending. Okay. Order by descending azalan, yəni də aşağı gedəcək şəkildə düzüb, sonra isə limit deyirik. Limit 3 versək, onda cavabıdır. Deməli mən anlamış oldum ki, sən limitdən order by-dan anlayışın var. Bəs yaxşı. Sən hər hansı bir dataları biraz gətirməksən, yəni pagination formada. Bunu SQL-də necə eləyərsən? Burada artıq limitlə də limit verərək limit verdin. Bəs yaxşı, birinci səhifəni gətirdin, limit 5 verdin. İkinci səhifəni necə gətirərsən? Orada offsetlə. Offsetlə. Deməli növbəti səhifədə data ötürərək əldə edəcəksən. Okay, belə bir sual verim. Biri var select ulduz from table-ın adı, bir də var select bütün kolumnların adı yazırsan. Bunların sürət baxımından fərqləri ola bilər səncə? Sürət baxımından fərqləri var.
Hansı Bu sürətlidir? hamısının adını tək-tək yazmağımız daha sürətli. Səbəb? Ulduz gedir bir-bir onların hamısını seçir, amma belə isə biz Arxa veririk fonda ulduz gedir, birinci kolonların adlarını şey eləyir. hamıların adlarını. Aha, ona Okey. görə seçirik. Group by bilirsən SQL-də. Aha, group by qruplaşdırmaq, qrupladığımız şeyi elə bir select etmək üçün. Okey, harda lazım olur group by bizə? Group by nəyəsə əsasən, məsələn, necə verim? Sırf məsələn bir komandanın oyunçularını və ya da komanda adını tutaq qruplaşdırmaq istəyiriksə, birinci onlar gəlsin, sonra bu gəlsin. Yəni belə hallarda. Yəni elə deyil əslində də. Qruplaşdırmaq, nəsə qruplamağın məqsədi odur ki, onun saylarını qruplayıb hesabat sayı çıxartmaqdır. Yəni nəsə bir hansısa bir məlumat haqqında. Hə. Okey, group by işlənən zaman biz səncə bütün kolonları select edə bilərik? Yox. Burada ulduz vermək olmur. Ancaq qrupladığımız şeyi select edə bilərik. Ancaq qrupladığımız şey düzgün cavabdır. Bəs başqa nəyi select edə bilərik? Hə, başqa bir də aggregate functionları. Okey, aggregate functionlar hansılardır? Count, nə bilim, average, nə bilim, maksimum, minimum. Okey, əla. Bir də bizdə var having var, bir də where var. Aha. Bunlar nədir ümumiyyətlə? Birincisi nədir, sonra Where elə bil ki, bir növ filtrləmək kimi də deyə bilərik onu. Əslində hamısı bir növ filtrdir, amma where elə bil ki, məsələn deyə bilərik ID-si 5-dən yuxarı olanları. Having də düzdür, bu məntiqə xitab eləyir. İkisi də eyni cürdür. Ancaq having qrupa ilə işlənir. Və strukturda da birinci where gəlir, sonra qrupa, sonra having. Yəni ikisi də elə bil ki, məsələn ID böyükdür 5 versək, o artıq ancaq ID-nin 5-dən böyük olduğu sətirləri bizə gətirəcək. okey, having-də nə filtr versən? Having də qrupaya əsasəndir. Düzdür. O da eyni məntiqdir, yəni. Birinci qruplayır, sonra elə bil ki, biz ona filtrlər. Bax bu cavabı gözləyirdim. Bəs yaxşı, mən where aggregate function filtrini yaza bilərəm? Və də o da olar. Olmaz. Olmaz, tamam. Aggregate function'ın filtrini having-də yazırsan. Having-in əsas məqsədi elə bundan ibarətdir. Sən qruplayırsan bir datanı, ondan sonra qrupladığı şeyə filtr vermək istəyirsənsə having istifadə bu düzdür. Amma qruplayanda nə olur? Aggregate function qruplayandan sonra olur. Ondan sonra having-dən ona filtr verirsən. Bəs yaxşı, belə bir sual verim. Sən əslində bir cavab verdin, yenə sual verim. Sənə tutaq ki, ID bərabərdir 5 deyirsən, böyükləri gəlsin. Bunu having-də yazarsan, yoxsa where-də yazarsan? Where-də. Niyə? Yəni having-də yazsam olmaz? Çünki onsuz ID elə bir şeydir ki, bu dəyişmir də. Yəni bu sətrə aiddir, yəni fiksdir. Biz onu götürüb böyükdür 5 eləsək, o ehtiyac yoxdur da onu qrupa eləməyə. Yəni belə deyim, yəni qruplayandan sonra filtrə ehtiyac yoxdur. Əvvəldən filtrləsin, sonra qruplama əməliyyatı eləsin. Çünki biraz çətinlik yaşamasın. Okey. SQL-dən başqa nə sual verə bilərəm sənə? MS SQL-də məsələn n varchar deyə bir şey var. Məsələn varchar bir də n varchar var. Eşitməmisən? Aha, eşitmişəm. Onlar Unicode-la işləyir və onların içində hər bir hansı Unicode-la işləyir? Unicode varchar yoxsa n varchar? N varchar deyə. Yox, var hə, char, onlar n Unicode-la işləyir. Okey, belə izah edeyim. Varchar ASCII ilə işləyir, n varchar Unicode-la işləyir. Birinci düz demiş. N varchar, onlar Unicode-la. Bəs fərqləri nədir? Yəni n varcharda hər parametr var. Daha da parametr deyirəm, hər simvollar gəlir, lakin onlar həmişə belə daha çox yer tuturlar deyə. Okey, bir dənə simvol 2 bayt yer tutur. 2 bayt yer tutur. Varcharda isə 1-in 1-ə. Amma varcharda çox hərf yoxdur, yəni çünki ASCII istifadə edir.
Okay, bəs foreign key nədir? Foreign key iki biz cədvəli bir var primary key, foreign key. Primary key məsələn ID-lərə deyə bilərik. Foreign key isə biz iki cədvəli bir-birinə caladıq və onlar nəyə əsasən calandı? Bu foreign keydir, belə Okay, demək iki cədvəlin bir-birində, yəni biri o birisinə bağlılığını bildirmək üçün. Bəs olar. primary key dedim. Primary key ilə bir də var bizdə unique constraint. Unique nədir? Primary key nədir? Fərqləri nədir? Unique olduğu kimi qalır, onu dəyişmək olmur. Səhv eləmirəmsə. Ayda amma yəni bir dəfə olur da unique, sırf bu şeyə aiddir sətrə. Okay, primary key nədir ümumiyyətlə? Primary key də hər sətrə aid olan, məsələn də 5-ci ID desək, o gedir. Biz adət əməliyyatları o ID-yə əsasən edirik. Adətən primary key ID-yə verilir. Çünki bütün dataları bir-birindən fərqləndirmək üçün. Yəni primary key lazımdır, yəni ən vacib bir şeydir. Amma uniquely odur ki, belə izah edeyim. Primary key bir table'a bir dəfə verilə bilir. Bir table'da bir dənə olur yəni. Amma unique bir table'da nə qədər istəsən uniquely yarada bilərsən. Məsələn, amma belə izah edeyim, bir də primary key bir kalmada verilə bilər, bir neçə kalmada verilə bilər. Eyni cür uniquely-dir. Amma bir table'da cəmisi bir dəfə primary key ola bilər. Okay, bunu da izah elədik. Bir də not null var, default var. Bunları soruşmayacağam. Bunlar constraint. Bəli, constraintlərdir. Yaxşı, bir dənə də sual verim, bitirirəm. SQL-də bənzərləri axtarmaq üçün nə istifadə edirik? V ilə işlənən like açar sözü. Orada da faizlə falan qeyd edirik. Məsələn, sırf iki faizin arasında yazsaq, o gedir, onu axtarır. Okay. Belə ümumi intervyu nəticəsini bəyəndim. Təbii ki, biraz da öz üzərində işləməyə davam eləməlisən, yəni yaxşı gedirsən. İndiyə qədər öyrəndiklərini biraz da təkmilləşdirsən, əslində hər şey yaxşı gedəcək. İnşallah gələn Laravel intervyusunda görüşərik səninlə. Mənə belə bir sualın varmı yəni? Yox, çox sağ olun, təşəkkürlər. Gözəl bir intervyu keçdi. Görüşərik bunda. İnşallah görüşərik. Hələlik. Sağ olun, hələlik. Sağ ol.